Ukraynanın müdafiə qüvvələri Krımda Rusiyanın sərhəd gözətçi gəmisinə, barıt zavoduna, ambarlara və bir sıra digər obyektlərə zərbələr endirib. Bunu Ukrayna Silahlı Qüvvələrinin baş qərargahı bildirib. Bundan başqa Xarkov vilayətində Rusların silah və hərbi texnikasının cəmləşdiyi məkan, Donetskdə idarəetmə məntəqəsi, Ryazanda yerləşən elastik barıt zavodu, Tampov vilayətində yüksək dəqiqlikli silahlar üçün komponentlər istehsal edən Miçurinsk Progress müəssisəsi və Sankt-Peterburqdakı neft emalı ərazisindəki rezervuarlar vurulub. Ukraynada müharibə başlayandan bəri Rusiyanın hücumları nəticəsində 707 uşaq ölüb. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski X hesabında yazıb. O, müharibə zamanı minlərlə uşağın xəsarət aldığını, qaçırıldığını və taleyinin naməlum olduğunu diqqətə çatdırıb. Bu arada Rusiyanın hücumu nəticəsində Ukraynanın Sumi vilayətinin Şotska rayonunun Yampol kəndində 2 nəfər ölüb, 4 sakin yaralanıb. Sumi vilayət hərbi administrasiyasının rəhbəri Oleg Grigorovun sözlərinə görə hücumun bütün təfərrüatları və nəticələri araşdırılır.